Değerli izləyicilərimiz, neçə vaxtdan sonra şükürlər olsun ki, bazarda 40 mindən ucuz qiymətə ev çıxdı satışa. Masazır qəsəbəsində 569 nömrəli marşrut dayanacağından 100 metr məsafədə, 6 nömrəli məktəbdən aşağı, məktəbdən uzaq deyil, 2-3 dəqiqəlik məsafədədir. Tam təmirli, qazı suyu işığı qoşulmuş, kanalizasiyası qoşulmuş, bütün kommunalları qaydasında olan 2 otaqdan ibarət həyət evimiz satılır. Təmir gördüyünüz kimi idealdır. Bugün çıxıb satışa, hörmətli izləyicilər. Qeyd edeyim ki, baxın, bütün pəncərələrin qarşısı açıqdır və ev ümumilikdə, bütövlükdə istifoldur, dəyərli izləyicilər. Baxın, dəhlizi geniş, bura mətbəxi ayrı-ayrılıqdadır. Yəni, elə bilərsiniz ki, mətbəx buradır. Mətbəxi ayrı-ayrılıqda, jalüz pərdələri, aspiratorun xətti, bütün kommunal xəttlər çəkilib, kombi xəttləri, hətta internet nə qədər qaydasındadır. Baxın, istifolun kollektoru burada. Hamamın aksesuarlarına qədər hər biri təp-təzə yığılıb. Və qeyd edeyim ki, su burada daimidir, dəyərli izləyicilər. Masazırın bəzi yerlərində bir gündən biridir. Burada daimidir. Sənəd eskiz layihədir. Sayğaclar addan ada keçəcək. Qiymət 35.000 manata təklif olunur. Bəli, dəyərli izləyicilər. Və ev sahibi deyir ki, gələn müştərini arxaya qaytarmayacağım. 300-500 yox, yaxşı endirim olacaq, dəyərli izləyicilər. Evin həyətyan sahəsi yoxdur, birbaşa küçəyə açılır. Baxın, bu gördüyünüz istiqamətdən də marşrut işləyir. Belə, kim bu evlə maraqlanırsa, kimə bu ev maraqlıdır və qeyd edeyim ki, yəni Masazırda bundan ucuz qiymətə bir də belə bir təklif çətin olur. Yəni deməyin ki, ay nə bilim, bahadır, həyəti yoxdur falan, o əmə sənət bələdiyyədir. İkinci belə bir variant da yoxdur, dəyərli izləyicilər. Kiraya verməyə, yaşamağa super şəraiti var. Zəng eləyib göstərə evi, sağ olun.